Salam değerli izləyicilərim, bugünkü mövzumuz doğum evindən evə. Belə ki, körpə dünyaya gəldi, sağlam körpə, hər şey yaxşıdır, tibb bacılar tərəfindən qulluq, ana südü, rejim, hər şey izah olunur, evə gəlirik. Bunlar unudula bilər və hətta panika yaşana bilər. Körpə evə gəlir, ilk öncə körpənin otağı hazır olmalıdır. Ola bilər ki, körpənin ayrı otağı olmasın, ana ilə, ata ilə bir. Sadəcə olaraq körpənin otağı təmiz və havalandırılmış olmalıdır. Mütləq və mütləq yaş təmizlik aparılmalıdır. Tozlar olmamalıdır. Çünki tozlar körpənin sonraki həyatında pirogenlər deyilən allergenlər, uşağın körpə həyatında allergiyalara səbəb ola bilir. Buna görə də daima tozlardan qorumalıdır uşaqları, körpələri. Və ilk növbədə uşağın gigiyenası, çimməyi. Çimməyi həftədə bir dəfə, 2 dəfə, necə istəyirsiniz, lap hər gün çimizdirə bilərsiniz uşağı. Amma ilk günlərində məsləhətdir ki, çox da tez-tez çimizdirməmək və heç bir vasitədən istifadə etməyin birinci çimməsində. Birinci çimməsində sizə lazım olan müəyyən qaynadılmış su və sonradan soyudulmuş otaq temperaturunda 37 selsidə. Su üçün termometr sizə lazım olacaq, mərhəbalar, yumuşaq mərhəbalar və çimizdirəndə ləyənin içərisində, ləyən çox da böyük olmamalıdır. Ləyənin içərisində məhrəba olmalıdır və duşdan istifadə eləməyin. Yaxşı olar ki, koçlardan istifadə edərsiniz. Çünki duşda su soyuq isti ola bilir, həm də qaynadılmış deyil. Birinci silməsindən söhbət gedirsə, su qaynadılmış olmalıdır. Belə, uşağı çimizdiririk, heç bir vasitədən istifadə eləmirik, sadəcə təmiz su ilə yudub. Sonraki çimilərində əlbəttə istifadə edə bilərsiniz müxtəlif gellərdən, bədən gellərindən, penkalardan və sabunlardan. Necə sizə xoşdursa, ondan istifadə edə bilərsiniz. Sadəcə olaraq tərkibinə baxın. Tərkibi təbii tərkibli olsun, üstündə heç bir qatqısı olmasın və kəskin iyili olmasın. Deməli, sizə lazım olanlar, bərək stolu lazım olacaq, amma çox da vacib deyil. Sadəcə bərək stolu anaya rahatdır, çünki hər dəfə əyilib duranda, çarpayın üzərində uşağı bükəndə belimiz ağrıyır. Ona görə də rahatdır ki, bərək stolu. Həm də bərək stolunun xüsusi döşəyiçələri olur ki, ortopedik uşağın onurğası rahat olsun üzərində, yəni sonradan əyilmələr olmasın. Və deməli, uşağın bərək bezləri olmalıdır, naziyi, çit və qalınları olmalıdır, müxtəlif materiallarda, yumuşaq materiallarda. Baxır, övladınız hansı mövsümdə dünyaya gəlib. Əgər qış mövsümdə dünyaya gəlibsə, indi qışda da hərçənd hamısının evi istidir, hər cür şərait var. Yəni, yaxşı olar ki, məsələn, 4 nazik, çit və 3-4 ədəd də pambıq bezlər olsun. Uşağı qurulamağa, örtməyə, ilk aylarda uşağı örtsəz, bələkdə saxlasaz, möhkəm bələk yox. Rahat bələk deyirlər ona, rahat bələmə. Sadəcə yatanda əli, ayağı örtülü qalsın, özün, o birinci aylarda. Yəni, sonraki aylarda ümumiyyətlə ondan imtina edə bilərsiniz. Deməli, lazım olanlar papaqlar, pambıq papaqlar, bezlər, salfetkalar, nəm salfetkalardan çox da istifadə edilməyi məsləhət görmürəm. Ümumiyyətlə, uşağı nəm salfetkalardan istifadə edib, təmiz su ilə yumaq kifayətdir. Nəm salfetkalardan o zaman istifadə ediriksə, getdiyimiz yerdə su yoxdur. Sadəcə salfetka ilə silinmək olar. Çünki nəm salfetkalarının hər nə qədər də üstündə yazsa ki, spirtsiz, mütləq hər hansı bir qatqı olur və o uşağa sonra yanında səpkilər yaradır, uşağı narahat edir. Uşaq yağları, özünüz də yağlar ev şəraitində edə bilərsiniz.
ən yaxşı bitki yağını qaynadıb, sonra soyudub, bankaya yığıb, ondan mütəmadi olaraq hər dəfə bezin dəyişəndə ondan istifadə edə bilərsiniz. Və kremlər var, bez kremləri, onlardan da istifadə eləmək olar. Amma tapmaq lazımdır ki, yenə də tərkibinə yaxşı oxuyub baxmaq lazımdır tərkibini. Mütləq evdə apteçka olmalıdır. Uşağın öz apteçkası, içində zilonkası, perkisi, 3%li perkisi, qulaq çöpü. Qulaq çöpləri mütləq iri başlıqla olmalıdır ki, uşağın qulağını dərindən təmizləmək, ümumiyyətlə həm böyüyün, həm uşağın qulağını dərindən təmizləmək lazım deyil. Sadəcə üstündən yığılırsa, onları götürmək lazımdır. O da uşaq hər dəfə ana südü əmdikcə qulağında sarı ifrazlar olur. Onları adicə çöplə, adicə hətta pambıq diskləri ilə götürmək olar. Heç çöpdən istifadə etməmək də olar. Burnunu həmişə təmiz saxlamaq lazımdır. Akvamarislə bir damcı, hər dəliyə bir damcı töküb, sonra sprınçovkalar deyiblər. Sprınçovkalarla təmizləmək. İndi burada məndə sprınçovka yoxdur. Yanımda gəlin dəfə göstərəcəyəm. Sprınçovkalarla burnunu təmizlədik. Uşağın burnu təmiz, rahat nəfəs alır. Qulağı ilə çox da əlləşmirik. Qulaq çox ehtiyatla. Sadəcə gözlə görünürsə sarı ifraz onu götürürük, dərinə keçmirik. Gözlərin, üzün hər səhər pambıq diski ilə silinir. Qaynadılmış su ilə mütləq. Gözlərin silinməsi kənardan, uclardan başlayırıq silməyə və bura doğru gəlirik. Əks təqdirdə olmaz. Yalnız belə. Çünki gözün axıntı kanallarımız burada yerləşir. Və üzün silirik. Üzün siləndən sonra fikir veririk əllərinə, dırnaqlarına. Dırnaqlar mütləq tutulmalıdır. Dırnaq, əl üçün əciklər, körpələr üçün sadəcə ilk 10-15 günündə lazımdır. Ondan sonra çıxarda bilərsiniz ki, uşaq əllərini hiss eləsin. O mövzu haqqında da danışacağıq sonraki videolarımızda. Və göbək qulluq, perkis, 3%li perkis və yuduq çiməndən sonra hər gün günə 2 dəfə qulluq olunmalıdır. Vacib deyil, çimizdirmirsiniz, göbəyə qulluq lazımdır. Göbək əgər doğum evində düşübsə, əla, mükəmməl, düşmübsə, evdə siz ona qulluq edirsiniz düşənə qədər. Deməli, hətta düşəndən sonra da yaranın üzərinin perkis, pambığa batırıb perkisi, pipetka ilə də olar, onda bir damcı. Pipetkasız pambıqla damızdırıb və yaranın ətrafına gəzdirirsiniz. Ondan sonra zilonka vurmaq olar, qurutmaq üçün. Quruyandan sonra zilonkaya ehtiyac yoxdur. Sadəcə perkisini yuyursunuz, günə bir dəfə və salam tartıb. Deməli, gözlər quluğu dedik və dırnaqların tutulması haqqında da danışdıq. Göbək nahiyəsini bezlə örtmürük. Qətiyyən. Bezlər var ki, yeni doğulmuşlar üçün. Ara kəsmə olur göbək nahiyəsində. Ondan istifadə eləsəz yaxşı olar. Və bir də bezlərdən çox istifadə eləmirik. Bezlərdən sadəcə uşaq ayıq olur. Hətta ilk 10 günü nə qədər az istifadə eləsəz, o qədər yaxşıdır. Uşaq açıqda qalsa daha yaxşıdır. Yatan vaxtı bağlaya bilərsiniz. Amma belə onsuz uşaq günün çox hissəsini yatır desək, təzə doğulmuş, yeni doğulmuş uşaq, ona görə də bezlərdən nə qədər az istifadə eləsəz, o qədər yaxşıdır. Amma 1 ayından sonra, 2 ayından sonra, bezlərdən normal istifadə edə bilərsiniz. Rejim, yeni doğulmuşun rejimi yoxdur, kim nə deyir desin, bunun haqqında müxtəlif kitablar oxumuşam, praktika başqa şey söylüyor. İlahüsüzdə bu uşaq ana südündədirsə, rejim yoxdur, rejim sonradan yaranır. Yavaş-yavaş yaranır.
Ona görə də uşaq rejimsizdir, uşaq qucağı öyrəşdi sözlərindən fikir verməyin. Elə söhbət yoxdur. Uşaqlar elə olmalıdır. Normal uşaq ağlayır, normal uşaq qucaq tələb edir. Əgər uşaq ağlamırsa, qucaq tələb eləmirsə, istədiyin dildə bilmirsə, heç bir səs çıxartmırsa, bu həyəcan siqnalıdır. Ona görə də uşağımız ağlamalıdır. Sizə bildirir. Çünki başqa danışıq dili yoxdur. Ya altı ıslavdır, ya acı, ya qazı var, ya da yemək istəyir, acdır. Ana südü rejimsiz verilir ilk bir ayda. Uşaq nə vaxt ağladısa, əmmə refleksin göstərirsə, deməli, uşağı yedizdirmək lazımdır. Fərqi yoxdur. Bu ola bilər 1 saat yarımdan bir, bu ola bilər 2 saatdan bir, bu ola bilər 3 saatdan bir. Uşaqdan asılıdır, körpədən asılıdır. Körpə yatırsa, onu yemək üçün duruz durmur, qoy yatsın. Uşaq 6 saatda yata bilər yeməksiz. Heç bir şey olmaz, qorxmayın. Hansı körpələri yedizdiririk, ayıldırıq yuxudan, sarılığı olan körpələri. Onlar mütləq yeməlidirlər. Əgər uşağın heç bir başqa göstəricisi yoxdursa, uşaq yatırsa, 6 saat qoy yatsın. Uşağı ayırtmaq lazım deyil. Bu çox nadir hallarda olur. Uşağın yeni doğulmuşun 6 saat yatması və yemək tələb eləməməsi. Amma olur. Adətən körpə uşaqlar 2 saatdan bir ayılıb yemək yeyirlər. Belə, gələn dəfədəki videolarımızda yeni doğulmuş uşaqlarda nəyə fikir vermək lazımdır? Patoloji və fizioloji göstəricilər haqqında danışacağıq. Hələlik kanalıma abunə olmağı unutmayın. Zınqırov işarəsini tıklayın və şərh bölməsinə sizə maraqlı olan mövzuları, sizin suallarınızı yazın. Mütləq müzakirə olunacaq. Hələlik.